Xəbərmək YouTube kanalının daimi izləyiciləri, hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Müğənni Rəqsanə İsmailova həmkarlarına mesaj yollayıb. Milli Az bildirir ki, evinin mətbəxində video çəkdirib sosial şəbəkə hesabında yayan sənətçi, məclislərdə onlara verilən pulları sosial şəbəkələrdə paylaşan ifaçıları qınayıb. Həmin pullardan dəfələrlə artığının məclislərdə ona verildiyini deyən ifaçı, həmin pulları əziyyətlə qazanan insanlara nümayiş etdirməyin doğru olmadığını bildirib. Sənətçi toyların birindən 1 milyon Rus rublu qazandığını deyərək sözlərinə davam edib.